Pestisidlərin qeydiyyat mexanizmi necə həyata keçirilir? Müasir kənd təsərrüfatında məhsuldarlığın artırılması və bitki sağlamlığının qorunmasında pestisidlərin rolu danılmazdır. Lakin bu preparatların təhlükəsiz və səmərəli istifadəsi üçün onların dövlət qeydiyyatından keçməsi zəruridir. Dövlət qeydiyyatı istehlakçıların və ətraf mühitin qorunmasında əsas mexanizmdir. Azərbaycanın müxtəlif iqlim qurşaqları, torpaq iqlim şəraitinin rəngarəngliyi və fərqli zərərverici və xəstəlik spektri pestisidlərin yerli mühitə uyğun seçilməsini tələb edir. Digər ölkələrdə effektiv olan preparatlar yerli şəraitdə sınaqdan keçirilmədən istifadə edildikdə gözlənilən nəticəni verməyə və risklər yarada bilər. Buna görə də pestisidlərin laborator müayinəsi, tarla və istehsalat sınaqları xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə də yalnız elmi əsaslarla qiymətləndirilmiş pestisidlərin dövlət qeydiyyatı məcburidir. Qeydiyyat mexanizmi saxta və keyfiyyətsiz preparatların bazara çıxışını məhdudlaşdırır. Burada xüsusi olaraq vurğulanmalıdır ki, pestisidlərin ölkəyə idxalı zamanı yalnız onların tərkibinin laborator yoxlanışı aparılır. Lakin tərkibin doğrulaması preparatın effektiv olduğunu təsdiq etmir və onun tətbiq reqlamentini müəyyənləşdirmir. Preparatın real təsir gücü, təhlükəsizliyi və optimal istifadə qaydaları yalnız tarla və istehsalat sınaqları zamanı müəyyən olunur. Nəticə etibarilə yalnız dövlət qeydiyyatından keçmiş pestisidlərin istifadəsi qanun tələbi olmaqla yanaşı, təhlükəsiz və davamlı kənd təsərrüfatının əsas şərtidir.